İlk dəfə olaraq fərdlərin qanun və adətlərinin fərqli olan və yalnız cəmiyyət üzərində hakim olan özəməxsus qanun və adətlərdən söz açan və bununla da cəmiyyətdə şəxsiyyət, təbiət bəxş edən ilk alim Tunisli alim olub Əbdülrəhman İbn Xəldun. Gəl ki, cəmiyyətdə bir şəxsiyyət məsələsi var. İnsan bir təbiəti var. Onlar müəyyən maraqları üçün müəyyən qanun qəbul edə bilərlər. Bir dənə sual var, mən paylaşmışdım. Videosu var, yazısı da var. Bunlar mən deyəndə kim istəyirsə bizə o göndərək. Narahat olmayın. Yazımız da var, videomuz da var da. Neçə min olub da cəmiyyət 100 min, 120 min cəmiyyət həcdən qaydanda Peyğəmbər Əliyin təbliği öz yerinə. Mən ki mövlasıyam, Əli onun mövlasıdır. Hamı deyir ki, Əli təbliğ edir, gəl beyət edirlər. Bu alış bilirsiniz də. Düzdür. Ondan az müddət sonra tam başqa mənzərə oldu. Harada qaldı müsəlmanlar? Onlar haraya yoxa çıxdılar? Peyğəmbərin o qədərxun məsələsində Əliyin təyin etməsi hamı görə hamı təbrik edir, hamı beyət elədi. Qadını kişili. Düzdür. Ondan bir az müddət sonra başqa bir şey baş verdi. Bu hara getdi müsəlmanlar? Deyər ki, dönən demədilər, biz səni qəbullüyük, sən möminlərin başçısı oldun, bizim ağamızsan, böyümüzsən. Bunlar haraya yola çıxdılar? Biz deyərik bir dəqiqənin içərisində. Belə boşluq var nəsə. Bunlar fitvayı allandılar, şuarlar, sözlər, nə onu araşdırmışam mən. Bunlar haraya yoxa çıxdılar ümumiyyətlə? Bu qədər müsəlmanlar haraya yoxa çıxdılar? Qədərxundan az müddət sonra. Niyə yoxa çıxdılar ümumiyyətlə? Yəni, şəxsiyyət məsələsi var da. Müasir alimlərdən isə cəmiyyət həyatı üzərində hakim olan qanunları araşdıran Montesquieu adlı bir alim olub. 18-ci əsrin məşhur fransız alimi. Sonra aşağı gələk. Quran-Kərim ümmət və cəmiyyətləri vahid toplu olduqları üçün adət-ənənə və qanuna sahib olduqları və onların bu şərait daxilində yaranıb dağılmalarını aydın qeyd edir. Müştərək taliyə malik olmaq cəmiyyətin müəyyən adət və ənənələrə sahib olduğunu göstərir. Quran-Kərim ayəmiz var. Baxın, burada yoxdur, amma gəlib deməsən də bu narahat olacam. Neçə növ dəblər var. Dəb var ki, onu din qəbul edir. Dil əla, gözəl. Dəb var ki, onu din kökündən qəbulləmir. Dəb var ki, din deyir ki, bu yaxşıdır, amma orada müəyyən bir boşluqlar var. Onu doldurmaq lazımdır. Din görür ki, bu cahil ərəb dediklərimiz 4 dənə ayda müharibə eləmirlər. Qan tökmürlər. Gözəl dəblidə bu. Onu edir dini. Dini qanunda hal-hazırda. Bilirsiniz də bunu. Bu əla. 10 dəqiqə vaxt. İkincisi, pis dəb vardı. Hə, bu dəbdir. Bizim ağsaqqalam deyir, saxlayırsan. Ağsaqqalım deyir, hamısı İmam Peyğəmbər deyir ki, bu uşağın basağı torpağa diri-diri. Bu uşağın ayağı ağırdır. Bu gəlin ayağı ağır oldu. Kökündən qəbul eləmədi ki, bu kökündən qanunu silin. Bu nə dəbdir? Üçüncüsü, var idi. Amma mənim bir orada qatma-qarşılar var idi də. Qarışmışıq halalı harama belə. Məsələn üçün, bütpərəstlər də o vaxtı Kəbə ətrafını dövrləyirdilər. Amma bu özü yaxşıdır. Fırlanmaq inancı var. Amma necə fırlanmaqda səhv edirlər. Ya üzr çırpaq. Ya ki, Quran-Kərimimiz var da. Məsələn üçün, oraya getmək üçün evin qapısından çıxmırdılar. Evin dağ qapısından çıxırdılar. Hə, buradan çıxmaq olmaz. Bu nə kök, bu mənadır? Yoxdur mənası. Yəni, hər dəb yaxşı deyil, o demək istəyirəm. Biz İsrail oğullarına Tövratda siz yer üzərində Zəkəriyanı, sonra da Yəhyanı öldürməklə 2 dəfə fitnə fəsad törədəcək və öz dikbaşlıq və yaxud zülm edəcəksiniz. Çox dikbaş edəcəksiniz deyə bildirdik. Onlardan o fitnə fəsadın birincisi cəza vaxtı gələndə üstünüzə çox güclü bəndələrimizi Buxtun Nəsr yaxud Calutun orduları birləşib göndərdik. Bu hamısı ayəmiz deyir. Onlar sizi öldürmək, Buxtun Nəsr kimdir? Calut varla işimiz yox. Əsir almaq və qarət etmək üçün evlərinizin arasında
gəzib, dolaşıb sizi təqib edirdilər. Bu vəd artıq yerinə yetirildi. Yəni siz Zəkəriyanı öldürdünüz. Onlar da sizi qətl edib, əsir alıb yurdunuzu xaraba qoydular. Yəni sizdən istifadə etdilər. Güya sənin tərəfədir. Sən məhvələdir. Mən demişəm, desə Muxtarın kürsəmiş. O kima baxın. Orada Muxtar necə qılınc at eləyir, oynadır, at çapır, ona baxmayın. Göz açılma agahlığınız olsun deyə baxın. Mən də həmçinin. İmam Hüseynin qanını almaq şüarı ilə bir yerə toplaşan qoşun və bunları qəbul etmək istəyən bəzi müsəlmanlar. Biri dedi ki, kişi, bunlar siz niyə qəbul edirsiniz? Bunlar ortaya çıxana var ha, güya ki, İmam Hüseynin qanını almaq istəyir, düşmənləri öldürməliyib. Bunlar hələ özləri qatildirlər. Özləri öldürürlər, öz əməllərini belə qalandırsınlar deyə İmam Hüseynin qanını almaq şüarı ortaya çıxırlar. Bunlar hələ özləri də qatildirlər. Səndən istifadə edirlər. O çarşı həvlə şüar, toplantı, nə, diqqətli olun.